Biz 2023-cü ildə fəaliyyətə yeni başlayanda bayaq təqdimatda qeyd etdiyim kimi 7 dəniz aşırı ərazisi ilə əməkdaşlığa başlamışdıq və daha sonra artıq 2025-ci ilə mart ayına bizim 15 ərazi ilə sıx əməkdaşlığımız qurulubdur. Təbii olaraq ki, biz Bakı Təşəbbüs Qrupu olaraq biz bu ərazilərin artmasında maraqlı deyilik, azalmasında maraqlıyıq. Çünki bu ərazilər öz müstəqilliyinə qovuşmalıdır. Bildiyiniz kimi, Guadeloup'un UPLC siyasi partiyası ilə biz artıq bir ilə yaxındır ki, sıx əməkdaşlıq qurmuşuq. Hətta keçən ilin iyul ayında biz Bakı Təşəbbüs Qrupu və UPLC təşəbbüsü ilə, təşkilatçılığı ilə beynəlxalq müstəvidə ilk dəfədir ki, milli müstəqillik hərəkatlarının qurultayı keçirildi. Biz artıq əməkdaşlığımızı strateji bir müstəviyə daşıyırıq və bununla bağlı həm siyasi müstəvidə, həm iqtisadi sahədə, sosial sahədə, elm sahəsində iki təşkilatın arasında əməkdaşlıq növbəti bir səviyyəyə keçir bu memorandumla. Yəni biz aramızda olan əməkdaşlığı memorandumla daha da möhkəmləndirəcəyik.